Gəlin oksidləşmə dərəcəsinin birləşmə tərkibində tapılmasına diqqət edək. Oksidləşmə dərəcəsini daha əvvəldə keçmişdik qruplar üzrə. Deməli, hər qrupun maksimum oksidləşmə dərəcəsi elə qrupun nömrəsinə bərabərdir. Məsələn, birinci qrupdursa maksimumu müsbət 1, 6-cı qrupdursa maksimumu müsbət 6 olacaq. Amma minimum oksidləşmə dərəcəsi isə fərqli olur. Minimum oksidləşmə dərəcəsi birinci, ikinci, üçüncü qruplar üçün 0 olacaq. Nəyə görə? Çünki birinci, ikinci, üçüncü qruplar metallardan ibarətdir. Və metallar heç zaman elektron almırlar. Hər zaman özlərindən elektron verirlər. Bu da o deməkdir ki, metal heç vaxt mənfi oksidləşmə dərəcəsində olmayacaq. Ona görə də onların minimum oksidləşmə dərəcəsi 0 olaraq qəbul olunur. Daha sonra digər qrupların minimum oksidləşmə dərəcəsi isə qrupun nömrəsi çıx 8-ə bərabərdir. Məsələn, 5-ci qrupdursa minimum oksidləşmə dərəcəsi 5 çıx 8 mənfi 3-dür. Deməli, biz maksimum və minimum oksidləşmə dərəcələrini buradan tapırıq. Təbii ki, bəzi istisnalarımız da var. Onları hələ ki qeyd etmirəm. Oksidləşmə dərəcələrində əsas yadda saxlamalı olduğumuz hidrogen daima demək olar ki, müsbət bir oksidləşmə dərəcəsi göstərir. Daima dediyim zaman, əgər tərkibində, birləşmənin tərkibində metal yoxdursa, hidrogen müsbət 1-dir. Oksigen isə mənfi 2-dir. 80% ehtimalla bu şəkildə olacaq. Hidrogen müsbət 1, oksigen mənfi 2. Biz isə digər yerdə qalan atomun oksidləşmə dərəcəsini təyin edirik adətən. Metallar da bayaq qeyd etdiyim kimi hansı qrupda yerləşirsə, həmin qrupun müsbətinə bərabərdir. Məsələn, bir dənə birləşmə yazaq. H2SO4. Mənə məlum olan artıq ikisi var. Hidrogen müsbət 1, oksigen mənfi 2. Deməli, burada məndən kükürdün oksidləşmə dərəcəsini tapmaq tələb olunacaq. Mən bunu adətən 2 üsulla yazdırıram. Birinci tənlik üsuludur. Sadəcə olaraq bundan nəyə görə istifadə eləmirəm? Çünki bəzən belə deyim, mənfi müsbət söhbətində səhvlik eləyənlər olur. Ona görə bu üsulu o qədər də qarantili üsul olaraq görmürəm. Bəs həmin üsul necədir? Baxın, 1 vur 2 müsbət 2 olacaq. 1 vur 2 üstə gələk. Kükürdün indeksi 1-dir. X vurulsun 1 üstə gələk. 4 vurulsun. Oksidləşmə dərəcəsi neçədir? Mənfi 2. Bərabər edirik 0-a. Buradan X alınacaq müsbət 6. Bu birinci üsuldur. Keçək görək digər üsul necədir? Mənə digər üsul daha rahat gəlir bu arada. Yenə də üstünə yazırıq oksidləşmə dərəcələrini. Hidrogen müsbət 1-dir, oksigen isə mənfi 2-dir. Burada necə tapırıq? Mənfi müsbətləri bir-birinə bərabər eləməklə sayca bir-birinə mənfi müsbətləri bərabər eləyirik və oksidləşmə dərəcələrini indeksinə vuraraq təbii ki. Nəyə görə bəs mənfi müsbətlər bir-birinə bərabər olmalıdır? Çünki birləşmədə nə qədər elektron alıramsa, o qədər də elektron verirəm. Mənim əlimdə nə artıq, nə də əskik olan elektron olmayacaq. Neçə elektron almışamsa, o qədər də elektron verməliyəm. Bu bir qaydadır. Yəni, bu elektronlar, alınan və verilən elektronlar həmişə tarazlıqda olacaq. Bəs baxaq görək nə qədərdir buradakı fərq. Baxın, 2 vur 4 olur 8, mənfi 8. Deməli, 8 dənə mənfim var əlimdə. Onda müsbətim nə qədər olmalıdır? 8. 8 dənə də müsbətim olmalıdır. Burada bunu x-lə işarə edək. Baxıram, 1 vurulsun 2. 2 dənə müsbəti hidrogen veribdir. Bu 8 müsbətin təmin olunması üçün nə qədəri çatmır? 6 dənəsi. İkisini hidrogen verib, 6-sı çatmır. Və bunun da indeksi 1 olduğuna görə hansı ədədi 1-ə vuranda 6 eləyir? Elə 6-nı. Deməli, x də olacaq müsbət 6. Bir daha qeyd edirəm. Neçə mənfim varsa, o qədər də müsbətim olacaq. Saylar tarazlıqda olmalıdır. 4 dəfə 2-nin 8 yazdım, 8 dənə mənfi. Deməli, qarşılığında 8 dənə də müsbətim olmalıdır. Yəni, 8 dənə elektron almışam, onda 8 dənə elektronu verməliyəm.
O alınan elektronları oksigen təmin edib. Verilən elektronlar isə artıq hidrogenlə kükürdün üstündədir. Bax, bunun məsuliyyəti hidrogenlə kükürdün üstündədir. Hidrogenin öz gücü çatan 1 vurulsun 2. 2 dənə elektrondur. Bu 2 elektronu verdi. Deməli, qalan 6 elektronu kükürt verməlidir. Ümid edirəm, burası da aydındır. Bir də baxaq burada birləşmənin tərkibində rabitələrin sayının müəyyən edilməsinə. Bayaq qeyd etmişdik rabitələrin hansı növləri idi? İyon, metal, hidrogen və kovalent rabitə. Baxaq hər hansı bir birləşməyə. Deməli, birləşməmiz olsun natrium 2 SO4. Natrium 2 SO4 birləşməsində burada valentlikdən istifadə edəcəyik. Natrium birinci qrupda yerləşirsə, valenti olacaq 1. Oksigen 6-cı qrupda yerləşir, amma bu istisnaidir. Valenti olacaq 2. Oksidləşmə dərəcəsi daha qaranti olardı. Müsbət 1, bu da -2. Bu daha qarantili oldu. Elə oksidləşmə dərəcəsi ilə gedək. Görək burada rabitələrin növlərini necə təyin edirik. Baxın, burada natrium metalı varsa və qeyri-metallar da varsa, deməli mütləq bu birləşmənin içində iyon rabitə var. Bu artıq 100%-dir. Bəs iyon rabitənin sayını necə tapıram? İyon rabitənin sayını tapanda metalın valenti. Əgər oksidləşmə dərəcəsi ilə tapmaq istəyirsinizsə, oksidləşmə dərəcənin ədədi qiyməti. Yəni, müsbət 1 deyil, ədədi qiyməti nədir? 1. Metalın valentini vururam onun indeksinə. Metalın valenti neçədir? 1. İndeksi neçədir? 2. 1 vurulsun 2. Deməli, 2 dənə iyon rabitəmiz var. Sonra ümumi rabitə sayını tapaq, oradan da kovalent rabitəni tapaq və yaxud da əksinə. Mən düşünürəm ki, ümumi rabitə sayını tapmaq daha qarantilidir. Görək, ümumi rabitə sayını necə tapırıq? Ümumi rabitə sayını tapanda qısa şəkildə belə deyə bilərəm ki, hər zaman bu üsul işə yarayıb bu arada. Oksigenin valenti və yaxud da onun oksidləşmə dərəcəsinin ədədi qiymətini mən vururam onun indeksinə. Baxaq görək, oksigenin valenti neçədir? 2. Və yaxud ədədi qiyməti 2. Yəni, oksidləşmə dərəcəsi -2-dir. Ədədi qiymət olaraq isə 2-dir. 2, indeksi neçədir? 4. 2-ni 4-ə vurdum, 8. Deməli, 8 dənə ümumi rabitəm var. Onun ikisi iyon rabitədirsə, yerdə qalan da olacaq kovalent rabitə. Kovalent rabitənin tapılmasının düsturu belə olur ki, mərkəzi atomun valenti vurulsun indeksi və yaxud da üstə gəlinsin hidrogenlərin sayı. Əgər hidrogen yoxdursa, indeksinə vuracağıq kovalent rabitə və yaxud da ümumi rabitədən iyon rabitəni çıxırıq. 8 çıxılsın 2 bərabərdir 6-ya. Mərkəzi atom deyəndə nəyi nəzərdə tuturam? Ya elə bildiyimiz kimi sözün həqiqi mənasında mərkəzi atom götürürəm və yaxud da mərkəzi atom deyəndə belə deyim də, oksidləşmə dərəcəsində məchulum. Oksidləşmə dərəcəsini tapacaq olsam, məchul kim olardı? Kükürt. Deməli, kükürt həm məchul rolunu oynayır və buna görə də o mərkəzi atom olacaq. Ümid edirəm ki, aydındır. Hər kəsə uğurlar, Allah hər kəsə zihin açıqlığı versin.